Beyləqan rayonunun Öncə Şahsevən kəndində olan hansı ki bizim dəyərli qazimiz Manga komanda 17 ildən çox vətənə xidmət edirdi və biz tədbirlər zamanı onunla tanış olduq. Hansı ki onun bugün evindəyik və ailə üzvünə çevrilmişik. Özümüzü xoş bilmişik ki onu da sizlərə tanıdaq. Öncə biz kimlərin evinə gedib çəkiliş ediriksə, o insanlara təşəkkürümüzü bildirməliyik. Təbii ki, aktual xəbərə dəstək olan bir çox insanlar var ki, hər zaman bizim aktual xəbərin köməkliyi ilə digər evlərdə qonaq olurlar, çəkilişlərimizə də maddi və mənəvi dəstək olurlar. Buna görə bugünkü çəkilişimizdə bizə dəstək olan insanlara təşəkkürümü bildirmək istəyirəm. İlk öncə bizim dəyərli dostumuz Xaliq müəllimdən başlamaq istəyirəm. Hər zaman şəhid ailələrinin biz qulluğunda, xidmətində olanda, evlərində çəkilişlər edərkən, qazilərimizi və digər ehtiyaclı ailələrdə çəkilişlər edərkən hər zaman öz maddi və mənəvi dəstəyini əsirgəməyibdi. Bugün də bildi ki, bizim dəyərli qazimiz özünə yeni ev tikib, hələ tam hazır olmasa da özümüzə borc bildi ki, gələk, baxaq digər əksiklikləri nədir, onları qarşılayaq dostların sayəsində və bizə dedi ki, həmişə evinin çırağı yansın, gözəl lüstr göndəribdi, təşəkkür edirəm. Ginekoloq Səadət xanıma da öz təşəkkürümü bildirirəm. Bizə dəstək olduğu Nərmin Duxuyeva aktual xəbərin hüquq bürosunun rəhbəridir. Nərmin xanım, hər zaman yanımızdasınız. Bizim hüquq şöbəsinin rəhbəri olaraq da öz dəstəyinizi əsirgəmədiniz. Gözəl sizə hədiyyə göndəribdir. Dürdanə xanım aktual xəbərin baş redaktorun müavini, onun da hədiyyəsi var. Digər hədiyyələri də bizim dəstəkçilərimiz var ki, təbii ki, hər zaman yanımızdadır. Nihadə xanım bizlə bərabərdir və özü burada olmasa da əməyi və maddi mənəvi dəstəyi ilə bizlə bərabərdir. Allah hər birinizin canını sağ etsin. Dəyərli izləyicilər, bugün daha bir ailəni sizlərlə tanış edəcəm, qonaqlarımızı sizlə tanış edəcəm və bir manga komandirinin və bir qazi olaraq Azərbaycanın daim dövlətinin, vətənimizin keşiyində duran Səbuhi qardaşımız kimdir, hansı xidmətləri olub, necə bir şücaət göstərib, onu sizə tanış edəcəm. Dəyərli izləyicilər, demişdim, sizi bizim dəyərli qardaşımız Səbuhi ilə tanış edəcəm. Nə yaxşı ki, dəyərli qardaş, bax, bizə belə gözəl süfrə açmısan, qapını açmısan, bugün evində bizi qonaq gözlədin. Biz də 1-3 saatlıq yol gəldik, sevə-sevə gəldik. Çünki sizi kimi dəyərli dövlətinə xidmət edən, torpağının daim keşiyində, vətəninin daim keşiyində dayanan Azərbaycanın mərd oğullarını bizim də borcumuzdur ki, bir jurnalist olaraq işıqlandıraq, hər kəsə tanıdaq. Xoş oldu ki, tanışıydıq, amma bu günlərim yeni tikdiyin evdəyik. İnşallah tam olaraq bitirərsən, digər dəstəkçilərimiz də tapılar sənə dəstək olar. Mən xoş gəldin deyim, yoxsa sən xoş gəldin deyim, çünki evin yenidir. Yox, əstəğfurullah. İlk öncə siz xoş gəlmişsiniz və kəndimizin dəyərli nümayəndəsi Tuncay xanım, mənə ana qədər dəyər verdiyim qonşum, dostum Ramilin anası və yaxud da illərdir münasibətim olan Cavidən qardaşım, sağ olsunlar, dəyər verib, mənə gözəl vaxtlarını ayırıb gəliblər. Sizə daha çox təşəkkürümü bildirirəm ki, bu boyda yolu fəth edib gəlmişsiniz. Borcumuzdur. Mən Bəbrov Səbuhi Səlimoğlu, illərlə vətənimi, daha doğrusu, indi ola bilsin savadsızlığımdan nəyisə səhv deyərəmsə, ilk öncədən dinləyəcək hər kəsdən üzr istəyirəm və stol başında əyləşənlərdən sizdən üzr istəyirəm. Vətənimə ağlım kəsəndən bir şey anlamışıq, vətən anadır, vətən doğmadır. Ana da yeganə bir addır ki, hər birimiz yuxarıdan, sözün yaxşı mənasındakı, böyükdən kiçiyə qədər hamımız anaya təşəkkür edirik. Mənim təşəkkürünkü gün canım doğma, əzim anam, müəyyən səhətən əlaqədar burada olmadığı üçün elə ana qədər dəyər verdiyim insanlar buradadır. Əllərindən öpürük. Var olub gəlmişsiniz, minnətdaram. Mən xidmətim boyu vətəndən müharibələrimizin ikisində də iştirak etmişəm. 16 apreldə də, 44 günlükdə də. Yaralanmalarım da var. Qapalı kələbəyin travması. Mən bunları xırdalamaq istəmirəm, onları haradasa utanıram. Bugünkü gün dəstəkçilərimizə öz təşəkkürümü bildirirəm. Bu evi almışsınız, mən ola bilsin tam fikrimi çatdırmamışam. Mənim bir qazi dostum var. Fərmanzadə Zahir Salmanoğlu. Mən Bakının küçələrində kvartirant qalırdım, evsiz, eşsiz. Zahir buranı mənə demək olar ki, təmənnasız verir. Düzdür.
Səmənna var, amma heç kim heç kimə Onu etməz. onu Bəli. etməz. Bəli. Mən Allahdan Zahirın atasına şəfa diləyirəm, gözəl anasına rəhmət diləyirəm. Çünki onun özü səhhəti ilə əlaqədar bir sayılı psixiatriyada bu dəqiqə müalicə alır. Hazırda bu dəqiqə şəfasından Allah qovuştursun, evində xəstəsi olduğuna baxmayaraq, onunla belə də tezliyindən neçə dəfə maraqlanıb. Nə qayla bildin, niyə bildin? Sən Allah olsun ki, bax, yaxşı qarşıla, bir Allah hamd olsun. Biz də tanıyarıq o dəyərli qardaş. İnşallah, özü də Beyləqan rayonu və bir neçə rayoncuya Dəmir Ümruğun rəhbəridir. Gözəl bir insandır, şəhid qazi ailələri üçün canından keçəcək bir adamdır. Valla mən nə deyəcəyimi belə bilmirəm. Sizin o tədbirlərinizdə olmuşam, siz həmişə tanınmayan insanları tanıtmışsınız. Valla məclisdə adam olub, gəlib axtarıb ki, Əfsanə xanım hansıdır? Mən onda, yəni uşaq deyilik, daha özümüzə görə yaşımız, başımız var ki, baxırsan ki, həqiqətən durub yanında Əfsanə xanımdan soruşur ki, Əfsanə xanım hansıdır? Bu mənim üçün bir maraqlıdır, siz nədir? Hər dəfə yenilik, qurma yox. Yəni, bugünkü gündə dinləyiciləri öz adımdan deyirəm, məni illərlə xidmətimdə tanıyanlar da var. Həqiqətən Əfsanə xanım, mən bir öz şəhid əskərim, Allah rəhmət eləsin, Nəbiyev Elmarın anası Çiçək anamızın süzəti ilə tanımışam. Salamlarımı çatdırıram və özünə, insanlığına, xanımlığına evimdə söhbət açaraq. O kim ki deyir, kişi qadınla dost ola bilər, nə də olar, amma çöldə yox. Mən amma Əfsanə xanımı ailəmə, evimə tanıtmışam. Bugünkü gündə dəyər verib, o gözəl üç balasının anasının yanında qoyub, yaxud da bilmirəm, bəlkə də tək qoyub gəlir. Fərqdilər, mamam rayonda, bəli, amma sevə-sevə gəlmişdir. Görün bu çəkilişdə, yəni bilmədiyim bir şeydə, yəni sevmirəm mən kimisə ailə haqlarını soruşmağı, özümdən də müəyyən dərəcədə soruşulmamağı sevməyən insanam. Yəni, sevmədiyim bir şeylər. Necə siz öz sahənizdə qüsursuz xidmət etmişsinizsə, biz də öz sahəmizdə istəyirik ki, qüsursuz xidmətimiz olsun, sevə-sevə gəlirik. Sözünüzə təsdiq olaraq, bəli, hər insan öz peşəsini sevib idarə eləsə, hər şey gözəl olar. Çox minnətdaram o qüsursuz sözü görə. Bəli, Cənab Ali Baş Komandanımız, Respublikamızın dəyərli prezidenti İlham Əliyev cənabları tərəfindən mən qüsursuz medalında təltif olunmuşam. Nə gözəl, təbii ki. Yəni, buradadır, yəni bir istəsəz, bəli, təqib göstərərik, dövlət başçımızı sevirik. Müəyyən dərəcədə bəli, hər kəsə diqqət edir. Müharibə iştirakçısı, cənabın öz əlləri ilə taxılmış üç şəkilinə belə tərtib olunmuşam, öz saatına qədər tərtib olunmuş şəxsəm, amma hazırki vəziyyətdə sadəlik gözəllikdir, inşallah hər şey yaxşı olur. Müəyyən səbəblərdən indi elə işlər var ki, alınmayanda adam sıxıntı keçirilir. Alınacaq hər şey. Bir evdə biz bir ailəni, mən bu yükün, yəni kiməsə yaltaqlıq etmirəm, danışığıma görə üzr istəyirəm. Bir ailəni zülmlə dolandırırıq, bir Cənab Ali Baş Komandan hamımızı yad eləyə bilməz. Yox, edir, zaman çatdıqca, bəli, təbii ki, gücü çərçivəsində, bəli, ailədə 3-4 uşağı idarə etmək. Cənab Prezidentin müəyyən sahələrində, Beyləqan bir neçəsinin kənd nümayəndəsi gözəl dəyərli vaxtdan ayırıb mənim üçün gəlibsə, deməli Cənab Prezident bizi yad edir. Təbii ki, nümayəndəsidir, bəli. Yəni, bir Sovetliyin ki, bu boyda ağır şahsəvənin Sovet nümayəndəsidir. Həmişə dəstəkli olan xanımdır. Təqdim edəcək. Bax, dostum Ramil bura köçəndən həqiqətən birinci qrup əlli olduğuna baxmayaraq, bu işıqla gəzən adam gecə soyuqda buranın qazını çəkib. Allah can sağlığı. Həmçinin Cavidan başqa bir sahədə köməyim olub. Maddi, mənəvi yanımda olan dostlar, yenə sizə təşəkkürümü bildirirəm. Nədən danışacağımı bilmirəm valla. Bir insan olaraq bu gözəl dəstəkçilərimizdən və imkan dairəsində çox xahiş edirəm. Yəni, indi bilmirəm, çəkəsiz, çəkməyəsiz. Yəni, ağartdığımız yer, düzəltdiyimiz yer, burada bir yaşamaq üçün. Amma həqiqətən çox aznacaqlı vəziyyətdir. Mənim üçün demirəm, mənə kimsə pul versin. Mən heç kimdən pul istəmirəm. Bir manat belə pul istəmirəm. Deyək, göndərib sağ olsun, mənim üçün qürurdur. Biz sizin, bəli, siz təşəkkür nə edəcəklərsə minnətdarım. Başda siz olmaqla hər biriniz. Dəyərli qazimiz. Bütün necə ki, siz vətənin keşiyində dayandınız, tək 44 günlük deyil, qüsursuz xidmətləriniz olub. Hər kəs sizə borcludur. Şəhidli ailələrimizə borcludur, dövlət başçımıza borcludur. Yəni biz məsələn, bir ailə sahibi olaraq necə çətinlik çəkirik, 3 övladı, 2 övladı idarə etmək. Amma dövlət başçımız necə gözəl gücü varsa və belə 10 milyon nümayəndələri, dəyərli nümayəndələri, yəni özü seçir, təqdim edir Azərbaycan xalqına ki, mənim danışan dilim və çatdırılan sözüm.
Bəli, görən gözüdür. Təbii ki, o gəlib hər kəsi özü görüşə bilməz, vaxt məhdudiyyəti var və təbii ki, bizim siyasətimizin başındadır, hər zaman diqqət nəzarət edir. Amma belə gözəl məmurlarımız, nümayəndələrimiz hər zaman diqqət etməlidir və borcumuzdur ki, belə ailələrin yanında olaq. Əyləş qardaşımız. Valla bir şeyi vurğulayım, göz yaddaşım oldu deyə deyim. Bu cür dəstəklərin içində bu evdən əlavə, yəni mən durub özüm etirib, kimsə şişirdən də kişi deyiləm. O zahir bu evdən əlavə o işləqanı qapını da alıb, duvarı o qapını da alıb, çölün şifrində zahir alıb. Allah ona dəyərli qardaşa can sağlığı versin, ruzisi bol olsun. Heç kim sabahını bilməz, o əyləşin, o dəstək olub, deyir, hər kəs etdiyi savabı öz çiyinlərinə yazır. Qarşısındakı insan bilərsə də, bilməzsə də, hər kəsin öz həyata baxışı var. Siz itirmirsiniz, onun ki, digər insanlar itirir və insanlar yaxşılıq etməkdən, estağfurullah, insanlar yaxşılıq etməkdən çəkinir bəzən. Ki, mən edirəm, kimsə bunu dəyərləndirmir, qiymətləndirmir. Amma biz düşünməliyik ki, bizim etdiyimiz hər bir yaxşılıq, yəni o bizə Allahın dərgahında öz çiyinlərimizə o yaxşılıqlar yazılır. Qarşımızdakı insan, ha onu bildi, ha bilmədi, mən və bunu bilirəm ki, siz onu dəyərləndirirsiniz. Bəlkə sabah elə bir zaman gələcək ki, siz də o dəyərli qardaşımızın həm maddi, həm mənəvi yanında olacaqsınız. Sizin də xanımınıza öz təşəkkürümüzü bildiririk ki, bizi bax belə gözəl şəkildə qonaq edir. Tək kamera deyil də, kamera arxası da özəllikləri var ki, biz otururuq, söhbət edirik, gülər üzünə görə təşəkkür edirik. Necə sizin həmişə, mən bir şey məsələ vurğulayım ki, biz kamera arxası söhbətlər etdik və sizin xanımınızın məsələn bərabər bu əziyyəti çəkirsiniz. Mən əslində onu istəyirdim, kişi olaraq qüruruma sıxışdırmıram, siz açdınız deyə deyəcəm. O xanım məni döyüş vaxtı bombardımı bizim mənim yaşadığım bir ev var idi, onun arxasından gedirdi. Pəncərə töküldü, belə o evi tərk edib getmədi. Bugünkü gündə, indi bugün yaxşıyam, şükür Allahın rızasına. İzinlə səhhətin pozulan vaxtlarda olur, bir dəfə də görmüsünüz. Dilim tutulur, bilirəm, bəli, görürüm, amma bax, əsas xidmət odur, bəli. Bəli, xidmət odur. Sağlıqlı və sağlıqlı olmayan. Pis və yaxşı günümdə yanımda olan ailəmdir. Yəni, bəlkə də qarşıdan kimsə səhv düşünərsə, üzr istəyirəm. Mən ailəmə də çox şey borcluyam. Təbii ki, qadın gücü var, qadın səbri var. Yaxşıda, pisdə, sağlıqda, xəstəlikdə hər kəs o gücü hiss edib daşıya bilmir. Siz də sağ olun. Nəsə bir söz demək istəyirsinizmi? Çox sağ olun, var olun. İnanıram ki, bir yerdə sevgi varsa, bir yerdə hörmət, diqqət varsa, o ailə həmişə möhkəm olacaq. Əsas odur ki, ailədə düzgünlük olsun, bir-birinə hörmət və diqqət olsun və hər çətinliyə sinə gəlmək mütləqdir ki, bu sevginin gücü olan yerdə o əziyyətlər sevə-sevə çəkilir. Dəyərli xanımla biz kamera arxası tanış olduq. Çox gözəl xanımdır. Rayon kənd nümayəndəliyinin müavinidir. Xanımın çox maraqlı adı var. Tüccar xanım. Tüccar xanım. Eşitməmişdim, amma həqiqətən maraqlıdır. Biz də xoş gəlmişik, siz də xoş gəlmişsiniz. Nə yaxşı ki, bax belə gözəl, səmimi bir masa ətrafında bir-birimizi tanımağa gəlmişik və dəyərli insanları çəkib dostlarımıza işıqlandırırıq ki, qoy görsünlər ki, Azərbaycanın rayonlarında, bölgələrində necə bir ailələrimiz var, necə bir nümayəndələrimiz var ki, hər zaman bir-birinə dəstək olan şəhid ailələri, qaziləri, nümayəndəli, yəni bunlar önəmli bir şeydir ki, bəzi nümayəndələr var ki, çağırırsan, gəlmir. Amma çox sağ olun ki, bugün bizim də görüşümüzə gəlmişsiniz, bu gözəl ailənin də görüşünə gəlmişsiniz. Sizi eşidir. Siz də xoş gəlmişsiniz. Əvvəlcə mən sizin bu quruma, bu kollektivə təşəkkür edirəm ki, bizim gözəl qazimiz Səbuhi müəllimi ya da sarımsız, onun bu təzə tikilən evinin qapısını açıb, ona xoş gəldin deyibsiniz, hədiyyələr alıb gətirirsiniz. Allah sizi var eləsin. Çox sağ olun. Kollektivinizə də uzun ömür can sağlığı arzulayıram. Sizə də can sağlığı arzulayıram ki, bu əziyyətə qadir olub, bura qədər əziyyət çəkib gəlmişsiniz. Biz hər zaman bəli, yol gedərkən sevə-sevə gedirik və bilirik ki, bizi sevgi ilə qarşılayan insanlar var. Çox gözəl. Bizim kəndimiz böyük kənddir.
Məlumat verək, mən də tanımaq istəyirəm. Hə, 10 mindən çox əhalisi var. Birinci, ikinci Qarabağda 20 şəhid vermişik. 6 itkinimiz var. İtkin olaraq hələ qalır. Bəli, hə. 12 dənə dəqiq məşhur qazimiz var. Yəni hər işə qatlanan. Müharibə veteranlarımız çoxdur. 150 dənə müharibə veteranımız var. Bu kəndin 150 müharibə veteranı var. Böyük qəbirstanlığımızda gözəl şəhidlər üçün abidələrini tikmişik, hər yerdə olduğu kimi. Həmişə nəzərlərimiz Xüsusi diqqət edirsiniz. Xüsusi diqqət edirik. Bir nümayəndə olaraq, bəli, borcunuzu sevə-sevə, yəni hər kəs öz borcunu sevə-sevə. 44 günlüyün, bəli, o birinci müharibənin 44 günlük şəhidlər qarşısında baş əyik. Bəli, məqamları uca olsun, məkanları cənnətdir. Bəli. Allah Səbəy qardaşımın da canını sağ eləsin. Sağ olun, müəllimə. Səyəqiniz üçün minnətdaram. Bir daha dəyərli vaxtınıza ayırıb gəldiyiniz üçün çox minnətdarlığımı bildirirəm. Çox sağ olun. Tuncay xanım da valla, yəni kişi üçün ağır olsa da, yəni rəhbər olaraq Aslanın erkəkçisi olmaz sözü bu yerdə özünü göstərir ki, siz Tuncay xanım və vəzifə daşıyan hər bir xanımımıza mən təşəkkürümü bildirirəm ki, o vəzifəni əsl aslan kimi icra edir. Üstünə getmişəm. Mən boş qaytarmayıb. Allah can sağlığı versin, elə onun sualını verəsəydin, bax siz məni qarşıladınız. Üstünə getmişəm, zəng vurmuşam telefonla. Xahiş edirəm, mənə bu kömək lazımdır. Deyib nə xahiş, uşağı göndər. Özdə maddi kömək, ha. Maddi kömək. O maddi kömək mənim üçün borc da olsa, düzdür, borc verməyib. Bildim. Yəni mən borc istəsəm də belə, yəni o mənim əlimdən tutubsa, borc verməyib. Getmişəm borcu verməyə, deyib qoy cibama. Onu sana mən hədiyyə eləmişəm. Bəli, mən və ümid edirəm ki, bu hər zaman belə olacaq. Tək maddiyyatdan getmir. Hansısa bir bizim ehtiyaclı ailələrimiz varsa, şəhid qazi ailələri varsa, bir nümayəndə olaraq sizə sözünü deyir. Mən ümidvaram və bu belədir. Gördüm bu ailədən də ki, siz heç kəsi yarı yoldan göndərmirsiniz. İmkan daxilində, qanun çərçivəsində nəyə gücünüz çatırsa, onu icra edirsiniz tam təmənnasız olaraq və inanıram ki, Səbuhi kimi dəyərli qazilərimizin və bir çox ehtiyaclı ailələrin daim xidmətində dayanacaqsınız. Çünki bizim dövlət başçımız hər kəsi, bütün nümayəndələri nəzarətdə saxlayır və bu nümayəndəliyin də baş ucalığıdır ki, mən dövlətimə, xalqıma, bəli, sevə-sevə xidmət edirəm. Hər nümayəndəyə də qismət olmur belə halal xidmət etmək. Mən inanıram ki, bu belədir və bundan sonra da daim belə ailələrin xidmətində dayanmağı özünüzə borc bilirsiniz. Biz də bunu izləyib şahid oluruq. Allah sizlərə can sağlığı versin. Dəyərli izləyicilər, qazimizin təşəkkürü var və o təşəkkürü tez-tez təşəkkürlər etməyi sevir. Bu təşəkkür etmək insanın həqiqətən vicdanlı olmalıdır. İnsani dəyərinin yüksək keyfiyyətli olmalıdır. Yəni, necə gözəl bir insan olasan ki, qəlbin necə təmiz ola ki, hər kəsə sənin üçün xırda bir etdiyi yaxşılığın belə sözlə də varsa təşəkkürünü etməyi özünə borc bilir. Eşidirik sizi. Bağışlayın, mən əslində onu sözün əvvəlində deməliydim. Yaddaşıma görə bu ola bilsin, yəni fikir dağınıqlığı olsun. Elə rayonumuzun icra başçısı Əziz Əzizov cənabları və kəndimizin öz nümayəndəsi Sovet sədrimiz Sahil bəy, həqiqətən də yəni bir kəndimizdən olan oğlandı deyə bəlkə də o qədər insan adamdır, illərin o hər Sovetliyə vermiş, kiçik vəzifələrdən gəlmiş bir insandır. Nə gözəl. Yəni öz zəhməti ilə qalmış bir insandır. Hazırki vəziyyətdə Tuncay xanım qədər Sahil bəyin mənə köməyi dəyməsə belə, yəni qısa bir element şey oldu. O vəzifənin sahibi elə gəldi qarşıma, elə gözəl məni qarşıladı, yəni bir addımı ilə özünü sevdirdi. Mən rayonumuzun bir neçə rəhbərləri var, ola bilsin çoxlarının adını bilmirəm, üzrlü saysınlar, çoxunun haqqı keçə bilər üstümə. Mən Sahil bəyə, rayonumuzun başçısı Əziz müəllimə, rayonumuzun, kəndimizin nümayəndəsi Tuncay xanıma və şəhid və qazi ailələrinin sədri Heybət müəllimə çox böyük təşəkkürümü bildirirəm. Heybət müəllim yəni hər dəfə məni ağırlayır, hər dəfə bir əsəbimdə olmayanda, özümdə olmayanda bir böyük tərbiyəsi verir mənə.
Vallahi billahi. Çox Sizləri təşəkkür başa düşmək edirəm. olar, o boyda odun alovun içindən çıxmısınız. İndi o demək deyil ki, yəni kişilər ağlamaz, ağlamaz, xəstələnməz. Bu sözlər həqiqətən də yəni bayağı sözlərdir. Sizin nə boyda ürəyiniz olub ki, o boyda odun alovun içərisində bax belə sağ qalmısınız. Düzdür, indi hansısa səhhətinizdə problemlər var. Amma yenə də şükür olsun ki, belə bir deyim var ki, kaş yanımda olsun, nəfəsi bu evimdə olsun. Şükür edək ki, sağsan, ailənin başının üzərindəsən və mən arzu edirəm ki, sənin kimi dəyərli qazilərimiz şəhid ailələrinin heç vaxt qapısından çəkilməsinlər. Çəkilmir. O analar çəkilmir sizdə. O analar sizləri öz oğlanları kimi hiss edir. İyini sizdən alır, qoxusunu sizdən alır. Mən sənin vicdanına da bələdəm. Dövlətimizi sevməyini görmüşəm, dövlət başçımızı sevməyini görmüşəm. Necə ki, məsələn, qüsursuz xidmətində torpağı, vətəni sevdiyini sübut etmisən. O dəyərli adlarını sadaladığın rəhbərlərə də öz aktual xəbər olaraq, baş redaktor olaraq mən Əfsanə Famil qızı dərin təşəkkürümü bildirirəm. Və buradan öz səsimi, sözümü onlara çatdırmaq istəyirəm ki, mən inanıram ki, siz dəyərli, belə dəyərli insansız öz vəzifə səlahiyyətlərinizi gözəl şəkildə icra edirsiniz və bizim dəyərli qazimiz sizdən hansısa bir xahişi olarsa qanun çərçivəsində və gücünüz çərçivəsində ümid edirəm ki və inanıram ki, bunu icra edirsiniz və edəcəksiniz. Biz də hər zaman xəbər saytı olaraq sizlərin qulluğundayıq. Belə gözəl, necə ki, çəkib işıqlandırırıq belə dəyərli ailələri və mənim üçün də çox böyük qürur oldu ki, hansısa bir qazinin və şəhid ailələrini çəkib işıqlandırarkən rayon nümayəndəliyindən və icra başçısından tutmuş rayon polis şöbələrindən belə razı qaldıqlarını söyləyirlər. Bu da birbaşa... Xanımızdan da bir. Bəli, bu da birbaşa bizim dövlət başçımızın necə gözəl bir prezident olduğuna sübutdur ki, hər kəsi, bax, onu vurğulamaq lazımdır ki, insanlar yəni tutduğu vəzifələri bizim dövlət başçımızın onlara qoyduğu qaydalar var, onlara qoyduğu sözlər var, təkliflər var ki, mən sizi bu sahəyə seçməkdə məqsədim odur ki, mənim səsim, sözüm və belə ailələrin yanında olacaqsınız deyə düşünürəm ki, hər zaman bu xidməti gözəl icra edirsiniz və bir daha sizə dərin təşəkkürümü bildirirəm. Çox sağ olun, minnətdarım. Bir daha sizə təşəkkürümü bildirirəm ki, dəyərli vaxtınızı ayırmısınız. Bir dəfə rayonundaydım, başarılı olmasın, yadıma bir düşür. Əyləşsənə, Şahin müəllim, Beyləqan rayonumuzun dəyərli deputatı Şahin müəllim, təsadüfi qarşılaşdıq. O qədər dəyər verdi mənə. Mən yəni yaralanmamdan, xidmətimdən heç vaxt öyünmürəm. Siz deyirsiniz borcunuzdur, sizin görən dəyərli ürəyinizdir, dəyərli gözlərinizdir. Amma mən bu kiminsə borcudur, yoxdur mənə. Mən illərlə vətənimə xidmət edəndə, dövlətimdən müəyyən maddi maaş alanda gedib kimə nə etmişəm? Bir gündə dövlətim üçün, gəl belə danışaq. Bilirsiniz niyə təşəkkür edirlər? Sözünü kəsmək məcburiyyətindəyəm. Biz bugün azad yaşayırıq, məsud yaşayırıq, sakit yaşayırıq, ən önəmlisi. Çörək tapırıq, sakit, firavan, azad, məsud yaşaya biliriksə, dövlət başçımıza təşəkkür edirik və bu insanlara da təşəkkür etməliyik və sizlərə də təşəkkür etməliyik. Sayənizdə biz bunu qazanmışıq. Siz nə qədər desəz də biz, təbii ki, hər kəs öz peşəsinə, dövlətinə, torpağını sevir, xidmət edir. Amma o xidməti siz edərkən biz azadlığı qazandıq. 30 ildir bizim torpaqlarımız 30 ildən artıq idi ki, yağı düşmən tapdaq altındaydı. Biz bax bu torpaqlarda bugünkü gündə gəzə bilirik, o gözəllikləri görə bilirik. Qarabağ deyəndə ürəyimizin başı qübar idi. O torpağı bizə qazandıran şəhidlər, qazilər, sizlər olmuşsunuz, dövlət başçımızın güclü siyasəti olubdur. Ona görə də biz sadə vətəndaşdan belə hansısa xüsusi nümayəndəliyə qədər hər kəs sizə borcludur. Yəni, bax, bu gün üçün, bəli. Həmən şəxslərdən ikisi də mənim dostlarımdır. Ramildir, yəni xidməti dövründə həsənət alıb, birinci qrup əlildir, cavan oğlandır. Həmçində İmanov Caviddir, 15 ildən artıq xidməti var. Yəni, demək olar ki, hazırda bir balaca özü istirahət kimi götürüb, istirahətdədir, xidmətindədir, inşallah da davamlı olacaq o. Ən gözəl. Həyatda ən gözəl vəzifə... Ramillə bilmirəm, orada yeri var, yoxdur. Ramillə laf gənc vaxtlarımızdan bir yerdəyik. 18 ildir münasibətimiz var.
Kamillə. Nə gözəl. Təzə xidmət vaxtlarınızda. Aha. Ne bilim, heç nə cür Xidmət təşəkkür vaxtı edəsin. hansı gözəl hadisələr yadınızda qalıbdı? Poligonlarda bizə öyrədilən tədbirləri, yəni o uşaqlıqdır, məsələn, onu desəm bəlkə də düz olmaz. Adi məktəbdə necə şataqlıq olur, həmən hərbidə dollar olur. O yüzlərlə, minlərlə oğlanların içindən seçilmiş qardaşdır mənim üçün, hər ikisi. Və onların timsalında var, adlarını çəkməsəm də üzrlü saysınlar, yəni bir murat çəkə bilmərəm. Yəni hər ikisi də olduğu üçün çəkirəm. Yəni yüzlərlə, minlərlə bunların içindən seçilmiş insanlardır ki, bugünkü gün mən oldum, olmadım. Qapını döymədən qapımı açmağa qadir insanlardır. Ən gözəl peşə, düzdür, peşələrimiz, sahələrimiz çoxdur. Mənim üçün ən gözəl peşə hərbi sahədir, polis sahəsidir. Yəni, bir insanlar ki, öz ailəsini qoyur və gedir bizim dövlətimizin, millətimizin, vətənimizin, torpağımızın keşiyində dayanır. Yəni, bu keşiyi öz ailəsindən də üstün tutur. Yəni, bundan gözəl bir peşə yoxdur. Mənim üçün ən dəyərli sahə bax bulardır, dəyərli izləyicilər. Dəyərli izləyicilər, biz hər zaman dedik axı, dövlət başçımız heç bir qazisini, şəhid ailəsini diqqətdən kənar qoymur və öz medalları ilə bizim qazi qardaşımız Səbuhini də tərtib edibdir. Və burada yazılır Füzulinin azad olunmasına görə bir medalıdır. Qüsursuz xidmətinə görə. Mən bayaq bu sözü deyəndə çox qürurlandım. Əgər bir hərbiçi qüsursuz xidmətini qazi olaraq da başa vurubsa və ehtiyatdadırsa, bu dövlət üçün çox böyük uğurdur. Və həmən, belə deyək, vətəndaşındır. Cəsur döyüşçü medalı. Bizim igidlərimizin hər biri cəsur idi, mərd idi, qəhrəman oldular, şəhadətə ucaldılar və qazilərimiz də həmən cəsurluğu göstərdiyinə görə o medallarla da tərtib edilibdir. Medal əslində yaralanması olan şəxslərə verilir, sırf. Aha, bəli. Düşünmürəm ki, əllə sayılacaq insanlar var ki, müharibədə yaralanmayıblar. Amma demək olar ki, yaralanmasa belə o kəlləbəyin travması alıblar. Bəli. Hamısı qardaşlarımız. Vətən müharibəsi iştirakçısı olduğu üçün də bu medalıdır. Mən qazimizə, Səbuhiyə demək istəyirəm ki, dövlətimiz səni heç vaxt nəzarətdən kənar qoymayıbdır. Öz medalları ilə səni daim nəzarətdə saxlayır və düşünürəm ki, necə hər kəs öz növbəsini gözləyir, ev növbəsidir və inanıram ki, dövlət başçımız da hansı ki, bu ev növbəsində olan qazilərimizə nəzarət edən qurumlar var ki, onlar da səni yadda saxlayacaqlar və o haqqın nədirsə onu alacaqsan. Çünki dilində hər zaman dövlətini sevirsən, prezidentimizi dəstəkləyirsən, siyasətini və sevgini göstərirsən. İnanıram ki, necə ki bizi arzularımıza çatdırdı qazilərimiz, şəhidlərimiz, dövlət başçımız və qazilərimizin də və şəhid ailələrimizin də bir çoxu evlə təmin olunubdur. Təbii ki, 3000-dən çox bizim Azərbaycanın şəhidi var və qazilərin də belə deyək, saysız hesabsızdır. Hər biri evlə təmin ediləcək. Bu, sənin özün üçün qurduğun, yaratdığın bir evdir. İnşallah ki, dövlətimiz tərəfindən əldə etdiyin evdə də yenə qonaq olarıq və öz hədiyyələrimizlə sizin evdə çəkiliş edərik. Medalları alarkən hansı hisslər yaşadın? O hiss dillə deyiləsi, ölçüləsi bir şeydir. Valla, ola bilsin kimsinsə o yeqəbdanı verincə məlumatını verərdi yox. O mənim qürurumdur. Bəli. O mənim vətən keşiyində, keçdiyim yollarda dövlət tərəfindən tədbir olunduğum nişanədir, yadigardır. Dövlətimin layıq bildiyi medallardır. Hər insanda o medala layiq görülmür. Bəli. Bəli. Ümid edirlər çox insan ki, kaş prezidentimiz bizi təltif edərdi. Valla, o təltiflərdən mən qürur duyuram. Bəli. Siz həqiqətən xoşbəxt insansınız ki, cənab başçımızın, bəli, cənab başçımızın nəzarətində olmusunuz və sizə xüsusi diqqət göstərib ki, bax, belə gözəl medallarla təltif edilibdir. Cənab Ali Başkanlarımıza və digər rəhbər şəxslərə özü bir daha təşəkkür edirəm ki, yəni hər bir kəsi dəyərləndirdiyi, diqqətdən kənar qoymadığı üçün. Hərənin payı nədir, o da qismətidir. Mən dövlətimdən bir
müharibə iştirakçısı olaraq, 2 döyüş görmüş şəxs olaraq, 17 il xidmət çəkən bir vətən qulluqçusu olaraq, Çavuş rütbəsi daşıyaraq, gerbim içində 17 il daşımışam. Qürurla daşımısan, Bəli, fəxrlə daşımısan, bəli. Valla bu dəqiqə mənim evimdə bayrağım da var. Bəli. Bax, bu dəqiqə evimdə, labinan... Hərbiçi olmayan belə ailələrdə... Bayraqlar gətirsin. Hərbiçi ailəsi, deyirsiniz, məsələn, siz hərbiçi ailəsi sevirsiniz, amma elə ailə var ki, heç hərbiçi deyil, amma hər kəsin bu dəqiqə evində sevə-sevə o bayrağımızı daşıyırlar və hər zaman Azərbaycan xalqı 44 günlük vətən müharibəsində belə arxa cəbhədə qadınlar belə dayanmırdı ki, biz də getmək istəyirik. Təbii ki, Azərbaycanın elə mərd igid oğlanları var ki, qəhrəmanları var ki, heç vaxt biz qadınlara ehtiyac olmayıb ki, gedək, döyüşək. Amma biz hər zaman mənəvi olaraq sizlərin arxasındaydıq. Bir, belə deyək də, kişi o zaman qürurlu olur ki, onun arxasında yəni bir qadın olur, qadın gücü görür, qadın sevgisi görür və bu qəhrəmanlarımızın da hər zaman arxada gözləyən xanımları var idi, ailələri var idi. O sevgi də sizə biraz təkam olubdur. Əyləş, var ol, dövlətində belə sevdiyinə görə. Dövlətimin sevirəm, amma bir mövzuda var, ona toxunum ki, yəni yadıma bir düşür, məni bağışlayın, ola bilsin, yəni bu qurama deyir ki, bu çəkilişdə kimsə deməsən montajdan montajadır, yox, bu mənim şəxsi fikrimdir. Oktyabrın birindən ikisinə keçən gecə yer almışam, mən ikisi gecə, 3-ü səhər çıxardılanda oradan. Bir oturmuşam, düzdür, xəsarətim var, inciliyim var, candır, təbii ki, candır. Gəldik Kürmamutludan ki, çıxdıq Şükürbəyli yolla, millətimizin ayağa qalmasın. Yol kənarında gözləyirlər. Heç kim yatmırdı. Televiziyada cananın sözünü gözləyirlər. Mən ağlamaq tutur. Məndən də ağır bir yaralımız uzanıb. Həkim qayıtdı və bir opsiyanın olub, şoxsan ağlamadı, çatırıq xəstəxanəyə. Əlimlə belə sıxdım yaralı yerimi. Dedim ki, mən bunu ağlamıram. Sevincidən, cəmaatın sevincinə, qururuna ağlayıram. Bugün də mən o sevinci, o İslamı görüb düşünəndə, xatırlayanda, bir qurur duyuram ki, 4 gün o izdiham davam etdi. O arkada olan insanlar bizə çox yüksək dəyər verdi, ruh yüksəkliyi verdi. Bəs onu deyirəm də, sevgi olan yerdə hər bir arzu həyata çatar. Biz də nə gözəl ki, bugünkü gündə o Qarabağ torpaqlarında gedirik, görürük. Təbii ki, Azərbaycanın heç vaxt şəhidləri unudulmayacaq, yaddan çıxmayacaq. Tariximiz günü-gündən təkrar olunur və hər zaman məktəbdə belə şagirdlərimizə bax bu tarixlər Elimizdə olan canım bayrağım, mən bunu evimdə qürurla saxlayıram, qürurla. Çünki mənim qürur mənbəyimdir. Çünki bu bayraq illərlə Azərbaycan xalqının yeganə qalibiyyəti idi. Həqiqətən qürur mənbəyidir mənim üçün. Yəni, nə xidmətə görə, nə bir şey. Mən bəlkə də hərbiçi olmasaydım da vətənimi bu qədər sevərdim. Çünki sevgi insanın ruhu ilə doğulur. Vətən sevgisi, böyük sevgisi, dostluq sevgisi hər bir insanın gücü ilə doğulur. Dəyərli izləyicilər, hər zaman deyirlər ki, uzaq qohumdan yaxın qonşu yaxşıdır. Bax, bugün də, belə deyək, qohumlar bura çatmasa da, yollar uzaq olsa da, bir çox qohumları xatırladım ki, Səbuhinin şəhərdə, Bakı şəhərində yaşayır və yenə də yaxşı qonşu özünü çatdırdı, bax, bizlərin görüşünə. Buyurun, sizi eşidək. Bu gün çox fəxr edirəm ki, mən belə bir oğlum, mərd oğlum, yüzlərcə mərd oğuldan olan biri Səbuhun isti ocağına yığışmışıq. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Bura təzə gəlsə də, elə bilginəm ki, neçə illərin dostu, onunla yoldaşı, qonşusu, qohumu olmuşuq. Öz balam kimi. Allah canlarını sağ eləsin, bu təzə evlərində də xoşbəxt yaşasınlar, bir daha bu qara buludu görməyək, ölkəmiz dinçliklə, sülhlə yaşasın. Ondan sonra nə deyim, balalarının xeyrin, bəhrin görsün, canları sağ olsun, xoşbəxt olsunlar, gözəl günlərə nəsib olsunlar. Siz də təşəkkür edirəm, xoş gəlmişsiniz bizim bu elimizə, obamıza. Sevə-sevə gəlmişik, Beyləqan rayonu,
Qarabağa yaxın bir rayondur və o səsləri eşidirdiniz də yəqin. Əlbəttə, Bəli. gecə gündüz. Gecə-gündüz səsi eşitdilər, qorxuyla, həyəcanla, amma öz evlərini tərk Başımızın üstünə etmədilər. geçirdi, qırıcılar, ondan sonra top buradan atılırdı. Mən əbəs yerə demədim ki, arxa cəbhədə də belə xanımlarımız döyüşdülər. Öz sevgisi ilə, öz sözləri ilə. Təşəkkür ederim. Qardaşımızı tanıyaq, Səbuhi. Qardaşımızla mən 2009-cu ildə xidmətə başlamışıq. Mən ondan əvvəl xidmət edirdim. Gələndən də onun bir yaxda qeyd etdim. Sayıca çox olan insanların içindən düzdür, hər birinə özünə görə hörmətim var. Ramil də onlardan, silsilənlərdən, öndə olanlardan biri olduğu üçün artıq 17 ildir dostluq, qardaşlıq münasibətimiz var. Bugünkü gündə gəlib qonşuluğa çıxmaq sizin üçün üzə qüvvət. Mənim üçün qürur oldu. Yaxşı qonşu, yaxşı şeydir. Eşitək sizi. Əvvəla xoş gəlmişsiniz. Çox sağ olun. Rəhbərinizə təşəkkür edirəm. Mən də Sabri ilə keçmiş yollarımız olub. Elə yollarımız, elə günlərimiz olub ki, qarşı içmişik, su tapmamışıq, nə bilim, az qalmışıq. Gülməli günlərimiz də olub. Hər yolun öz çətinliyi də var, gözəl yerlər də var. Sabri ilə bizim yoldaşlığımız, nətər deyərlər, çoxdur. Hər cəhətdən yaxşısı da var, yaxşı, yəni pisi yoxdur. Ən gözəlləri var, ona görə Sabri bizim fəxrimizdir. Sabri timsalında bütün qazilərimizin Allah canı sağ olasın, veteranlarımızın canı sağ olasın, şəhidlərimizin Allah rəhmət eləsin. Nə bilim, sayılan seçilən yoldaşlardandır. Siz də hərbi xidmətdə, yəni müddətdən artıq hərbi xidmətdə, bəli. Siz neçə il xidmət 5 il etmişsiniz? 6 ay xidmət olub, sonra müəyyən səbəblərə görə gözlərimdə bəs tutulmalar oldu. Yəni şükür bu günə dövlətimizdən, xalqımızdan çox razıyam. Allah canlarla hamısını sağ olasın. Sizlər də bu gözəl ocağa gəlmişsiniz, əziyyət çəkmişsiniz, haqqınızı halal eləyin. Halal olsun, sevə-sevə gəlmişik. Başqa nə deyim? Allah can sağlığı versin, dostluqdan, qardaşlıqdan əksik olmayasınız. İnanıram ki, yəni bu illər sizi Səbuhi ilə ayırmayıbsa, aranıza bir etibarsızlıq düşməyibsə, bundan sonra da daim qardaş olaraq qalacağınıza ümid edirəm. Hər zaman dostluğunuz, qardaşlığınız əbədi olsun. Həmişə belə xoş süfrələrdə görüşək sizlə. Bu dəyərli qardaşı tanıyaq. Cavidan qardaş da illərlə xidmət keçmiş yoldaşdır. Cavidan da bir 10 ildən artıq tanıdığım elim obamdır. Bəli. Burada köçəndən sonra demək olar ki, elə hey eləyəndə deyib mənlə sən bu cür bir yoldaşdır. Nə gözəl. Yəni bura köçəndən də sonra daha yaxın olmuşuq. Buyurun. Mən ilk öncə ümumi liderimizin və şəhidlərimizin qarşısında baş əyirəm. Allah hər bir şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin, əsas can sağlığıdır. Biz bu illərdə bildik, öyrəndik ki, insana qalan insanın can sağlığıdır. Və mən çox üzüntü ilə deyirəm ki, mən bir yerdə baş qoydum, qardaşları bugünkü gün torpaq altındadır. Sizlərin bəli, onları görmüsünüz, çox böyük. Sizin üçün daha çətindir. Bizim üçün həqiqətən də çox çətindir. Biz onlarla qürur duyuruq, fəxr edirik ki, bizim elə bir qardaşlarımız var idi. Hər biri tarixi oldu, bugünkü gün hər biri tarixdir, qürur yerimizdir. Allah Səbuhi qardaşımızın da canı sağ eləsin. Səbuhi qardaşımız da çox gözəl qardaş kimi qardaşdır, insan kimi insandır. Yəni ki, bunun deyiləcək ikinci bir sözü yoxdur. Vətənimizi sevən və vətəninə sadiq bir vətəndaş olan bir insandır. Allah qardaşlığımızı daim etsin. Amin inşallah. Şəhidlərdən danışarkən, qardaşlıqdan danışarkən gözlərimiz doldu. Siz qardaş oldunuz. Necə deyirlər, biz qardaş ölkə, Türkiyə ilə qardaş ölkəyik, onların dəstəyindən və bir çox dövlətlərin bizə dəstəyindən əsas da deyir evin içi. Əsas da bax bizim sizi kimi dəyərli qardaşların sevgisi ilə, vətənə sevgisi ilə, belə gözəl qazilərlə, şəhid ailələrimizlə, onların əzminlə, gücündən bugün azad firavan dövlətik, dövlətdə yaşayırıq. Bir daha sizlərə dərin təşəkkürümü bildirirəm. Nə yaxşı ki, sizlər bax, danışa bilirik sizlərlə, yəni şəhidlərlə hal-hazırda o şəhid ailələrinin anaları ilə biz söhbət edərkən sizləri özlərinə oğul bilirlər, o ailələrdən uzaq gəzməyin.
Daim qapılarına gedirsiniz, bilirəm, hər birini görürük, izləyirik və şəhid anaları çox kövrəkdir. Yəni, kişilər ağlamaz deyirlər, amma şəhid adı gələndə heç bir qazi, qəhrəman, istər komandir olsun, vəzifəsindən asılı olmayaraq hər kəsin gözü dolur, kövrəlir və bunların hər birinin şahidi olmuşsunuz. Şəhidlərimizdən hansısa hiss edirdimi şəhid olacaq? Hamısı hiss edirdi. Nə deyirdiniz? O an dedikləri söz adama çatmır. Və həyatda olmayanda analiz edirsən ki, deməli, bunlar bilirmiş öncədən. Mənim bir yaxın qardaşım var idi, yəni ki, çox yaxın idik. Biz hər bir, yenə deyirəm, hər bir şəhid qardaşımla mən çox yaxın olmuşam. Elə bir dərəcədə yaxın olmuşam ki, bir qapıda çörək yemişəm, bir yastıqda yatmışıq. Bir yerdə yaşamışıq və biz ailəmizdən çox yoldaşlarımızı görmüşük. Onlarla hər birindən də qürur duyuram, hər birindən də fəxr edirəm. Nə deyirdilər? Elə zarafata deyirdi ki, mən bilirsən də gedəcəm şəhid olacam. Siz nə deyirdiniz? Sizdə o his var idi, yoxsa yox? Mən də, nə bilim, Allah tərəfindən bizə qismət olmadı, nəsib olmadı. Kaş olaydı, mən də İndi onların bax, yanında onu yatardım. demək istəyirəm ki, Amma biz çox istəyərdik nərbişçilərimiz ki, olsun, deyir ki, olmadı. Allah bizə nəsib eləmədi, o gözəl qardaşlarımıza nəsib elədi hər birinə. Yəni ki, onların yeri bugünkü gün cənnətdir, məkanları cənnətdir. məqamları ucadır. Məqamları Allah Hər kəs o məqamı valideynlərinə, ucadır. ailəsinə səbir versin onların. Başqa heç nə deyə bilmərik. Çünki onların adı gələndə belə mənim ürəyim belə olursa, onların ailəsinin ürəyi necə olur, onu mən bilmərəm. Təbii ki, Allah hər birinizə sağlıq versin. Bir daha sizə dərin təşəkkürümü bildirirəm. Nə yaxşı ki, sizlərlə tanış olduq. Səbuhinin sayəsində, dəyərli qardaşımızın sayəsində, dəyərli qazimizin sayəsində və aktual xəbərin izləyicilərinə demək istəyirəm ki, bu dünyanı sevgi xilas edibdir, edəcəkdir. Daim sevin, sevilin. 44 günlük vətən müharibəsində belə sevgi ilə, güc ilə, əzmlə biz torpaqlarımızı geri aldıq. Bu da onun şahididir ki, biz sevərək bunu icra etdik, sevərək dövlət başçımızı sevdik və onun xidmətində dayandıq. Belə gözəl qazi qardaşlarımız qorxmadan, sinələrini sipər edərək, sevərək torpaqlarımızı düşmən tapdağından azad etdi. Hər birinizə dərin təşəkkürümü bildirirəm. Ümidvaram ki, Səbuhinin evi tam təmir olunandan sonra sizinlə bir daha görüşəcəyik və bəli, biz getdiyimiz hər bir qapını açanda sevgi ilə açırıq. Məcbur heç bir evdə çəkiliş etməmişəm, etmərəm də. Getdiyim hər bir qapını peşəmi sevərək getmişəm, dostluğu sevərək etmişəm və inanıram ki, bu ev daha da gözəl olacaq. Sevgi ilə qurulan hər bir işin sonu salamatdır. Və biz sonda yenə qalib xalq olaraq belə gözəl ailələri sizlərə çəkib işıqlandırasıyıq. Bir daha təşəkkür edirəm. Digər kimin evində qonaq olasıyıq, aktual xəbəri izləyərkən şahid olacaqsınız.